Monolit betonla şəxsi tikili 2 mərtəbəli ev. Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə Maçdağı qəsəbəsində Zabbat Maçdağı şossesindən çox az bir məsafədə belə bir 5.5 tutun içində, 5.5 tutun içində 2 mərtəbəli evə sifariş edirəm. Hörmətli izləyicilər, hal-hazırda evin həyətləri sahəsindəyik. Belə bir geniş, böyük həyəti var. Qapısı, darvazası pultla idarə olan darvazadır. Həyətin bu hissəsində yerləşir. Deməli, həyətinə aid sanitar qovşaq gördüyünüz kimi səliqəli vəziyyətdə yığılıb. Bütün bu aksesuarlar, asma tavan, hamısı. Burada belə bir həyətdə əl damsıdır. Daxil oluruq indi. Evin içərisini təqdim edəcəm sizə. Həyətin həm sol tərəfində, həm sağ tərəfində 30 dana, 30'a yaxın belə meyvə ağaclarıdır. Hamısı da ki, inşallah bar verən ağaclar olacaq. Bax, şimdi verirsiniz ki, əmələ gəlirlər. Evin deməli arxasına keçmək mümkündür. Yəni hasar divara birləşməyib. Bu hissələrində, yəni evin ətrafında fırlanmaq olur. Deməli, ev özü də yerdən kürsülüdür. Ön hissəsi belə bir verandadan ibarətdir. Geniş bir verandası var. Dediyim kimi evin arxasına keçmək mümkündür. Yəni heç bir hasara divara birləşməyib. Keyfiyyətli materiallardan istifadə olunub. Monolit betondur. Mərtəbələr arası ən əsaslarından biri də odur. Gördüyünüz kimi ev bu vəziyyətdə satılır. Demək olar ki 90-95% işin çoxusu görülüb bu evdə. Bura koridor hissəsidir. Solda yerləşir mətbəx. Mətbəxin bu hissəsində belə bir kombixanasıdır. Gözüm kombisine qədər təptəzə üstündədir. Sanitar qovşaq və hamam otağıdır. İsti döşəmədir, isti poldur. Xətləri çəkilir. Keçirəm digər qonaq otağına. Burada belə bir böyük, geniş qonaq otağıdır. Radiatorlarına qədər hazır quraşdırılıb üstündə. Burada belə bir TV stand kimi nəzərdə tutulub. Yəni bilənlər bilir ki, ən çox pul aparan deməli sanitar qovşaq və hamam otağı olur. Yəni aksesuarlardır, hamısı keyfiyyətli mallardır, quraşdırılıb, asma tavanına qədər, sonra belə bir duş kabininə qədər hamısı yerindədir. Burada isə belə bir yataq otağıdır. Birinci mərtəbədə yerləşir. Bir qonaq, bir yataq otağı, mətbəx, sanitar qovşaq. Burada belə bir pilləkənin alt hissəsində əl damı kimi düzəldiblər. Keçək indi ikinci mərtəbəni sizə təqdim edeyim. Burada radiator var gördüyünüz kimi. Ev özü cütdaşdandır. Çox belə ürək açan evdir. Qalxdıq ikinci mərtəbəyə. Deməli burada da belə bir giriş hissəsində böyük bir qonaq otağıdır. Belə deyək, çox belə bir geniş. Həm holdu, həm də qonaq otağı kimi istifadə etmək olar. Burada belə bir birinci yataq otağıdır. Böyük yataq otağı. Bu hissədə digər belə bir yataq otağıdır. Burada da ki, dediyim kimi isti poldan xətləri gördüyünüz kimi vardı. Bura isə ikinci mərtəbənin sanitar qovşağı və hamam otağıdır. Eyni ilə, yəni aşağı sanitar qovşaqda nə aksesuar varsa burada quraşdırılıb və burada isə belə bir sonuncu yataq otağıdır. Dəyərli izləyicilərim, bu evin yerləşməsi deməli Maçdağda Zabbat Maçdağı şossesindən yaxınlığında. Avtoservis Kanal Maçdağ'a yaxın. Qiymət deyilir 165 bin manat start qiymətdir. Sahibi tərəfindən deyilir. Real alıcıya indirim var. Sənəddəki 99 illik çıxarışdır. Dəyərli izləyicilər, əlavə bilməmiz aşağıda və səhifədə qeyd olunur. Bu və digər evlərlə, torpaq sahələri tanış olmaq istərsəniz, səhifəmizi keçərək baxa bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.